Salam değerli abituriyentlər, bugün sizlərlə coğrafiya 2020 sınaq test toplusundan sınaq imtahanı 4-ün sualları ilə sizin qarşınızdayım. İndi isə keçək sualların izahına. Bir də onu qeyd edeyim ki, bizə dəstək olmaq üçün, daha belə çox videoların gəlməsi üçün videonu bəyənib, kanala abunə olub və paylaşmağı unutmayın. İndi isə birinci sualın izahı ilə keçək izahlara. Deməli, birinci suala diqqətlə qulaq asaq. Deyir ki, xəritə sxemdə əsasən sutkalıq temperatur amplitudası az və çox olan əraziləri müəyyən edin. Ümumiyyətlə, sutkalıq temperatur amplitudası gün ərzində havanın ən yüksək temperaturu ilə ən aşağı temperatura arasında olan belə deyək, fərqdir. İndi burada gün ərzində, yəni sutka ərzində, burada deməli, bu amplitudanın az olduğu və çox olduğu ərazilər var ki, məsələn, çox olduğu ərazilər daha çox səhra tipli ərazilərdir ki, məsələn, burada gündüz vaxtı çox isti olur, torpaq çox qızır və temperatur çox olur. Gecə isə hava soyuduqdan sonra torpaq soyuyur və belə deyək də, temperatur da çox aşağı olur və nəticədə burada temperatur amplitudası, sutkalıq temperatur amplitudası burada çox olur. Ona görə biz bu variantlardan birinci olaraq, yəni ümumiyyətlə temperatur amplitudasının az olduğu hissələrdə deyim, onlar da əsasən daha çox rütubətli ərazilərdə, daha çox belə deyək, istiliyin, yəni çox quraq iqlim olmayan ərazilərə məxsus olan bir xüsusiyyətdir. İndi burada baxaq, ümumiyyətlə sutkalıq temperatur amplitudasının az olması, az olan əraziləri biz məsələn fikir versək, burada 1 uyğundur, məsələn götürmək olar. Sonra burada məsələn ekvator boyu ərazi, subekvatorial 1, 4 olar. Sonra məsələn bunlar aydındır. Sonra biz məsələn burada 2-yə baxsaq, 2 səhralıqda yerləşir, 3 səhralıqda yerləşir. 2, 3 deməli temperatur amplitudasının çox olduğu ərazilər. Çünki deyirik ki, səhralıqda daha çox, tropik səhralarda bunlar üstünlük təşkil edir. Sutkalıq temperatur amplitudası daha çoxdur. Ona görə 2, 3-ü biz burada götürməliyik. Burada görürsünüz, məsələn, bunda səhv variantdır. Burada məsələn 2, 3 var. B-də bu səhvdir, bu səhvdir. Burada 2-yə baxın, burada da 2, 3 var. Sonra 5 var, 6 var. 5-ə bax, 5 də Avstraliyada səhralıq ərazidə yerləşdiyi üçün, demək burada da sutkalıq temperatur amplitudası çox olacaq. Dedik, yəni səhra ərazilərdə bunlar üstünlük təşkil edir. Deməli burada 2, 3, 5. 1, 4 rütubətli, 6 isə soyuq olduğu üçün burada sutkalıq temperatur amplitudası elə də çox olmur. Çünki hava çox soyuqdur. Ona görə də burada amplituda az olur. Deməli burada düzgün cavab variantımız olacaq B variantı. 1-ə 1, 4, 6, 2-ə 2, 3, 5. Burada düzgün cavab variantı B. Sonra ikinci suala baxaq. İkinci sualda nə deyir? İkinci sualda deyir ki, uyğunluğu müəyyən edin. Uyğunlaşdırıcı. İl boyu alçaq atmosfer təzyiqi müşahidə olunur. Yayda alçaq atmosfer təzyiqi müşahidə olunur. Qışda alçaq atmosfer təzyiqi müşahidə olunur. İndi il boyu alçaq atmosfer təzyiqi müşahidə olunursa, deməli il boyu bu ərazilərə daima hava axınları gəlir. Bu hava axınları da özü ilə birlikdə yağıntı gətirir. Yadınızda saxlayın, alçaq atmosfer təzyiqi müşahidə olunduğu ərazilərdə yağıntıların miqdarı çox olur. Ona səbəb ki, çünki orada digər yan tərəflərdən, yəni belə deyək, digər ərazilərdən yüksək atmosfer təzyiqindən bu hava axınları özü ilə yağıntı gətirir. Elə biri ekvatorial əraziləri deyə bilərik burada məsələn. Bu ekvatorial ərazilərə də məsələn hansını aid edə bilərik? Məsələn elə burada 1-ə baxaq, Malakka yarımadası bu ərazidə yerləşir, Malakka yarımadası və bu ekvatorial ərazi quruluşuna aiddir. Yəni ekvatorial alçaq atmosfer təzyiqinə aiddir və burada il boyu bu atmosfer təzyiqi belə deyək, il boyu burada olur. Ona görə burada bunu deməli 1-i götürə bilərik. Sonra yayda alçaq atmosfer təzyiqi müşahidə olunur. Yayda alçaq atmosfer təzyiqi demək, yəni yay ayları bura yağıntının gəlməsi, yay ayları hava axınlarının quruya doğru hərəkət etməsi nəticəsində yağıntının gəlməsidir. Bu da daha çox musson belə deyək də xüsusiyyətlərinə aiddir. Musson subekvatorial iqlim qurşağının yayıldığı ərazilərə aiddir. Burada da məsələn subekvatorial iqlim qurşaqları məsələn Hindistan yarımadası. Bax görürsünüz Hindistan yarımadasına məsələn aiddir. İkini götürə bilərik. Piriney yox, Piriney əsasən buradadır, bu Aralıq dənizində qışda belə deyək, alçaq atmosfer təzyiqi olacaq. Deməli, bax, məsələn, 2-ni bura götürdük, yayda alçaq atmosfer təzyiqi. Sonra fikir verin, burada Cape York, fikir verin, bax, Cape York yarımadası da əsasən yay ayları.
bizim əslində qışımız onların yayıdır. Cənub yarımkürəsində yay ayları nə olur? Alçaq atmosfer təzyiqi bura daxil olur. Deməli, burada 4-ü də götürəcəyik. Sonra Piriney. İndi burada məsələn 2-4 var. Digərinə baxaq. Qışda alçaq atmosfer təzyiqi müşahidə olunur. Qışda alçaq atmosfer təzyiqi isə yenə bayaqlar qeyd etdiyimiz kimi qış ayları bura yağıntının çox yağmasıdır ki, qış ayları alçaq atmosfer təzyiqi olur və digər ərazilərdən bura hava kütlələri daxil olaraq bura yağıntı gətirir. Ona görə də qış aylarında isə bax görürsüz, məsələn subtropikin Aral dəniz iqlimi qışda rütubətli olduğu üçün, qışda yağıntılı olduğu üçün burada məsələn Piriney yarımadasını verib, Piriney yarımadasını götürə bilərik. Kiçik Asiya, Türkiyə ərazisində biz götürə bilərik. Deməli, nə oldu? 3-ə də 3, 5 oldu. Deməli, 1-ə 1, 2-ə deməli, bu 3 səhvdir, 3 səhvdir, 3 səhvdir. 2-ə 2, 4, 2-ə 2, 4, 2-ə 2, bu da səhvdir, 2, 4. 3-ə isə 3, Piriney, bir də Kiçik Asiya 5. Düzgün cavab variantımız burada E-dir. Növbəti suala keçirik. Musson küləklərinin təsirinə məruz qalan ölkələr. Musson küləklərinin, yəni il boyu bu musson küləkləri, yəni fəsillər üzrə dəyişərək bu ərazilərə təsir eləyir ki, musson küləkləri də əslində yay ayları bura təsir edir. İndi gəlin görək bu hansı ölkələrə təsir edir? Baxaq. Məsələn, Monqolistanın buna aidiyyatı yoxdur. Monqolistan gördüyümüz kimi mərkəzi hissədə mussona təsiri heç ümumiyyətlə yoxdur. Elə bununla bu variantı biz çıxardırıq. Sonra bax, məsələn, burada fikir versək, Çin var, Çinə təsiri var. Sonra İndoneziya ekvatorial hava kütlələri burada üstünlük təşkil edir. Avstraliya ümumiyyətlə belə deyək də təsiri yoxdur. Avstraliya yoxdur. Avstraliya şərqi passat küləkləri təsiri var, qərb küləklərinin təsiri var, o yağıntı çoxlu gətirir. C-yə baxaq. Demə bu da səhvdir. Filippin. Burada Filippin, bəli, Filippin adaları əsasən cənub-şərq istiqamətdə yerləşir. Bu musson küləkləri gətirir. Bu doğru. Yaponiya, bəli, Yaponiya da şərqdə yerləşdiyi üçün şərq, cənub-şərq, ondan sonra Cənubi Asiya regionlarında yerləşən ölkələri. Sonra Koreya, bəli, Koreya da bura daxildir. Koreya ümumiyyətlə deməli yarımadası musson küləklərinin təsirinə məruz qalır. Burada yay ayları rütubətli, qış ayları isə quraq olur. Bax, bunu da yadınızda saxlayın. Bu düzgün cavab variantımız C-dir. Braziliya deyil, İran deyil. Bax, bunlar aiddir. Düzgün cavab variantımız burada C-dir. Yadınızda saxlayın. Sonra 4-ə baxaq. 4 biraz uzun bir test toxlusudur. Yəni deyir ki, testdir və cədvəldə əsasən doğru bəndi müəyyən edin. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Yəni hansı düzgün yazılıb, hansı səhv yazılıb, biz indi onu müəyyən etməliyik. Məsələn, buraya yazıb 1-2. 1-2-yə nə daxildir? Dekan, Braziliya yaylası. Dekan, Braziliya yaylası. Oxşar, keçid iqlim qurşağında yerləşirlər. Bəli, Braziliya, Dekan yaylası subekvatorialda yerləşir. Bunlar keçid iqlimdir, doğrudur bu. Fərqli, yağıntılı dövrü iyun-avqust aylarıdır. Bəli, yağıntı subekvatorialda yay dövründə olduğu üçün burada yağıntılı dövrü əsasən iyun-avqust ayları müşahidə olunur. Bu da belə deyək, fərqli olacaq nə baxımından? Fikir verin. Bax, tutaq ki, Dekan yaylasında olacaq, məsələn, iyun-avqust ayı, Braziliya yaylasında fərqli olacaq xüsusiyyət isə Braziliya axı cənub yarımkürəsindədir. Cənub yarımkürəsində olduğu üçün bizim yayımız olanda onlarda qış olur. Onların yayı olanda bizdə qış olur. Deməli, Braziliya yaylasında nə vaxt olacaq? Məsələn, deməli, dekabr, yanvar, fevral ayları. Ona görə bu fərqli xüsusiyyət hesab eləyəcəyik bunu da. Deməli, bura bir düzdür. 1-2 buna həm oxşar, həm fərqli xüsusiyyətə uyğun gəlir. Deməli, bax, 1 olan variantları biz seçirik avtomatik. Sonra 2-yə keçirik. 2-də nədir? 2-də deyir ki, 4-6 Kür Araz ovalığı, 6 isə Mississippi ovalığı. Burada yay isti, quru, qış isə rütubətli və mülayim keçir. Oxşar xüsusiyyətlərindən deyir. Yayda enən hava, qışda qalxan hava kütlələri daxil olur. Burada əslində oxşar ümumiyyətlə yayda enən hava, qışda qalxan havadırsa, daha doğrusu qalxan hava, yəni rütubətli hava şəraitidirsə, yay isti, quru, qış isə rütubətlidir. Burada Mississippi ovalığı əsasən quraq iqlim formalaşmışdır. Ona görə də bu ərazilərdə, məsələn, böyük Kür Araz ovalığı ilə
Mississippi ovalığı fərqli xüsusiyyəti deyil. Çünki burada da əsasən yay ayları quraq olur, qış ayları isə rütubətli olur bu ərazilərdə, Mississippidə, ovalığında da, kür ərazidə də. Bunu da fərqli kimi götürüb, ona görə bu səhv variantdır. Yəni bu da bizim düzgün variantımız deyil. Sonra 3-ə baxaq. 3-5. Böyük Suaridi dağlar, 3-ə bax, Böyük Suaridi dağlar, bir də Draqon dağları, yəni Əjdaha dağları. Burada nə deyir? Deyir ki, sahillərində rütubətli tropik iqlim vilayəti formalaşmışdır. Yəni şərqdə yerləşdiyi üçün, materikin şərq hissəsində yerləşdiyi üçün müəyyən qədər tropik iqlim vilayətinin belə deyək də rütubətlisi bura düşür. Qərbi isə əsasən quraq səhrası düşür. Oxşar götürmək olar. Sonra 3 iqlim qurşağında yerləşirlər. Deməli biz buradan nəzər yetirsək, 3 iqlim qurşağında bax fikir versək burada məsələn Əjdaha dağları əsasən Böyük Suarici yerləşir. Subekvatorial, tropik, sonra belə deyək də subtropik, məsələn bunları götürmək olar. Ancaq Əjdaha dağları isə demək olar ki, bir iqlim qurşağında yerləşir. Bunu da fərqli kimi götürmək olar. Yəni fərqli cəhəti kimi bunu götürmək olar. Biri 3 iqlim qurşağında yerləşir, digəri isə yerləşmir. Ona görə bu da fərqlidir. Oxşar cəhəti isə bəli, şərqində rütubətli iqlim şəraiti formalaşır. Burada hava kütlələrinin təsiri ilə. Deməli 3 də doğru götürəcəyik. 1, 3, bir də 4 qalır burada variantlarımızda. Bir tropik hava kütlələrinin təsirinə məruz qalır. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Deməli 1, 4-dir, dekandır, bir də 1 və 4-ü deyir. 1 dekandır, bir də 4-də Küraraz ovalığıdır. Tropik hava kütlələrinin, bəli, tropik hava kütləsinin dekanda subekvatorialda qışı tropik hava kütləsi məruz qalır. Deməli burada Küraraz ovalığı da subtropikdə yerləşir. Keçid olduğu üçün qış ayları tropik hava kütləsi bura təsir edir. Bu da oxşar xüsusiyyətdir. Fərqli xüsusiyyəti çay, çəltik kimi isti və rütubətli sevən bitkilər becərilir. Bəli, Kürarazda iqlim quru olduğu üçün, yarımsəhra quru şərait formalaşdığı üçün, yarımsəhra iqlim formalaşdığı üçün dekay yarısında çay kimi, çəltik kimi, çünki burada subekvatorial ərazilərdə yaylar yağıntılı olduğu üçün çəltik, çay kimi isti və rütubətli bitkilər becərilir. Ona görə burada 1, 4 həm oxşar cəhəti doğrudur, həm də fərqli cəhəti doğrudur. Demək, burada düzgün cavab variantı A variantıdır. 1, 3, 4. Sonra 5-ə baxaq. Düzgün olmayan, diqqətli olaq, düzgün olmayan xüsusiyyəti seçək. Coğrafi obyekt Konqo çökəkliyidir. Konqo çökəkliyidir. Konqo çökəkliyinə daimi küləklər hansı yəni təsir edir? Bunu bizdən soruşur. Passat, bəli, Passat təsir edir. Ekvatorial, tropik yüksək təzyiqdən ekvatorial alçaq təzyiqə doğru gedir. Bu düzdür, əsr. Bu da doğrudur. Yəni bizə düzgün olmayanı soruşursa, bu variantlar arasında bunlar gedəcək. Çünki bu doğrudur. 2-yə baxaq. Kaliforniya yarımadası qərb küləkləri xeyr. Qərb küləkləri tropikdən mülayimə doğru gedir. Kaliforniya yarımadası ilə tropik işıqlanma qurşağındadır. Bu səhvdir. Deməli, bax, 2-ni səhv götürə biləcəyik. 2 səhvdir. Burada, yəni düzgün cavab burada 2-dir. Sonra Filippin adaları. Filippin adaları baxsaq, burada görəcəyik ki, Filippin adaları yazıb yenə qərb. Xeyr, Filippin adaları yenə də Passat təsir edir. Çünki ekvatorial boyu ərazilərə yaxın ərazilərdir və tropik qurşaqda yerləşir. Filippin burada deməli qərb küləkləri yox, Passat olmalıdır. Bu da səhvdir. Deməli 2, 3. Elə digər variantlar qalır. Bir də 6-ya baxaq. Böyük Britaniya. Burada Passat yox. Böyük Britaniya qərb küləkləri təsir edir. Ona görə bu səhv götürüləcək. 2, 4, 6. Düzgün cavab variantımız D variantı. Sonra növbəti suala keçid edək. Deməli 2 iqlim qurşağında yerləşən, belə deyək, ada dövlətlərini müəyyən edin. Deməli, bax, Madaqaskarı götürə bilərik. Böyük Britaniya, belə deyək də, bir iqlim qurşağında yerləşir. Ona görə bu səhvdir. Sonra, yəni mülayimin dənizində yerləşir, bir iqlim, 2 iqlimdir burada. Sonra İrlandiyada məsələn bir iqlim qurşağında yerləşən ada dövlətidir. Sonra buradan gəldik 6-da C variantına. Yaponiya deməli Yaponiya biz nəzər salsaq, Yaponiyanın əsasən şimal hissəsi mülayim
cənub hissəsi isə subtropikə düşür, yəni 2 iqlim qurşağına düşür. Bu doğrudur. Yamayka, Bruney, bunların Bruney bir iqlim qurşağında yerləşir. Ona görə bu səhvdir. D-yə baxaq altıda. Yaponiya doğrudur, düzdür. Madagaskar yenə də düzdür, 2 iqlim qurşağında yerləşir. Deməli, Şri-Lankada bəli, cənubu ekvator, şimalı isə subekvatorial iqlim qurşağında yerləşir. Madagaskar da həmçinin deməli 2 iqlim qurşağında yerləşir. Ona görə düzgün cavab variantımız burada D olacaq. İrlandiya yenə 1 iqlim, Böyük Britaniya 1, İrlandiya 1, Bruney 1. Burada düzgün cavab variantımız D. 7-ci suala diqqətlə qulaq asaq. Sxemdə deyir B məntəqəsində atmosfer təzyiqi 360 mm-dir. Kəsmə yüksəkliyi müəyyən edin. B-də 360 mm Civeston'udur. Burada necə hesablayacağıq dəyərli yoldaşlar? Deməli, burada dəniz səviyyəsi isə 0 metrdir. Burada avtomatik 760 mm Civeston olacaq. Çünki biz hesablamalarda normal atmosfer təzyiqinin 0 metrdə 760 mm Civeston olduğunu biz müşahidə etmişik və burada 760 mm-dən 360 mm Civestonu da B-də yerləşir. İndi gəlin bunlar arasında belə deyək, atmosfer təzyiqini tapaq. 760-dan 360 çıxanda qalır burada 400 mm Civestonu. İndi 400 mm Civestonu da bəs metrə çevirəndə necə eləyəcək? Deməli, 10 metrdə 1 mm Civestonu aşağı düşürsə, 400 mm Civestonu da isə x. Bunu çarpaz şəklində bir-birinə vurduq. Elədi nə qədər? 4000 metr. İndi bu 4000 metr B, deməli B 0 dəniz səviyyəsindən 4000 metr yuxarıda yerləşir. İndi burada bunlar arasında kəsmə yüksəkliyi deyirsə, gəlin sayağın. Deməli bax bir aralıq kəsmə yüksəkliyi tapmalıyıq da, aralığı saymalıyıq. 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıq, 5 aralıq. Deməli 5 aralıq 4000 metr hündürlüyü özündə birləşdirirsə, yəni 4000 metr hündürlükdə 5 aralıq varsa, bunun deməli kəsmə yüksəkliyi olacaq, deməli 800 metr. Yəni necə? 4000-i böləcəyik 5-ə. Bu da eləyəcək 8000. 800 daha doğrusu üzr istəyirəm. 800. Deməli burada düzgün cavab variantı olacaq C variantı. 8-də baxaq. 8 deməli bu cədvəl tipli yenə suallardan biridir. Ona görə bunları daha yaxşı öyrənməyə çalışın. Deməli subarktik iqlim qurşağıdır. İndi bizə deyir ki, doğru sıranı müəyyən edin, yəni hansı doğrudursa, onu biz müəyyən etməliyik. Subarktik Jutlandiya, Xəzər, Maral, yəni ərazi üzrə bir təsərrüfatdır. Jutlandiya yarımadası. Jutlandiya yarımadası Avropada yerləşir. Əsasən Danimarka ərazisi də bu ərazidədir və bu subarktik iqlimdə yerləşmir. Bu daha çox mülayim iqlimdə yerləşir və ona görə bu birinci ifadə səhvdir. Yəni buradakı ərazi, bu Jutlandiya bura aidiyyatı yoxdur. Ona görə bunlar səhvdir. Yadınızda saxlayın. 2-yə baxaq. Mülayim kontinental Şərqi Avropa düzənliyi. Taxılçılıq, kartofçuluq. Bəli, tamamilə doğrudur. Mülayim kontinental Şərqi Avropa düzənliyini əhatə edir. Ondan şərqdə isə kəskin kontinental gəlir və taxılçılıq, kartofçuluq da bu ərazilərdə inkişaf edilmiş təsərrüfat sahəsidir. Bəli, 2-ni biz buradan götürəcəyik. Doğrudur. Sonra 3-ə baxaq. Subtropik kontinental. Subtropik kontinental Turan ovalı. Bəli, Azərbaycan da subtropikin belə deyək də Aralıq dəniz iqlimidir və ondan şərqli hissələrdə isə bu kontinental iqlim şəraiti formalaşır subtropikdə. Dənizdən, okeandan uzaqlaşdığı üçün. Turan ovalığı da burada yerləşir. Pambıqçılıq, qoyunçuluq da qismən quru ərazilərdə bunlar inkişaf etmişdir. Deməli 2-3 isə doğrudur. Sonra tropik dəniz Kuba adası şəkər çuğunduru. Bura qədər düzdür, ancaq şəkər çuğunduru mülayim enliklərdə yetişdiyi üçün, yəni burada şəkər qalmış olsaydı düz olardı. Şəkər çuğunduru bura aidiyyatı yoxdur. Ona görə bu səhv fikirdir. Deməli 4-də səhvdir. Subekvatorial Hindisinin şəkər qamışı və çay. Bəli, bu doğru fikirdir. Bu da 2, 3, 5 düzgün variantımız hesab olunacaq. 9-cu suala baxaq dəyərli izləyicilər. Deməli deyir ki, buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu ərazilər. Buxarlanma nədir? Buxarlanma havada olan ümumiyyətlə mümkün suyun miqdarıdır. Yəni buxarlanandır, buxarlanan suyun miqdarıdır. Buxarlanma qabiliyyəti və yaxud da ki, mümkün buxarlanma da deyilir. Bu isə müəyyən səviyyədə suyun buxarlandırma qabiliyyətinə malik olan temperaturdur. Buxarlandırma qabiliyyəti. Yəni temperatur var, su yoxdur. Yəni bu temperatur müəyyən qram su indi verilir də məsələn 1000 millimetr su
ümumiyyətlə buxarlandıra bilər. Ancaq buxarlandırmır. Sadəcə qabiliyyəti var, buna buxarlana bilir. Buxarlanma isə mövcud olan, yəni buxarlanan suyun miqdarıdır. İndi bunun arasında fərqin böyük olduğu ərazilər əsasən daha çox səhralığın, quru ərazilərin olduğu ərazilər müşahidə olunur. Bax, bunlardan məsələn belə Hindistan burada subekvatorial iqlim qurşağındadır. Burada belə də böyük fərq olmur, çünki yağıntılı dövrləri var. Məsələn, bir aidiyyatı deyək, yəni Hindistanı götürə bilmərik. 2 Kaliforniya. Bəli, Kaliforniya yarımadasını götürə bilərik. Qərbində soyuq Kaliforniya cəryanı da bu ərazinin daha da belə deyək, soyuq olmasına gətirib çıxardır. Moxo belə deyək, Sonor səhralar da bu ərazilərdədir. Yəni ikini biz götürə bilərik. Sonra Skandinaviya yenə buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq az olan yarımadadır. Bunu götürmürük. 4-ə baxaq. Ərəbistan, bəli, burada səhralıq var və quraq iqlimdir. Buxarlanma qabiliyyəti çoxdur, buxarlanma azdır. Sonra 2, 4, bir də 6 burada baxaq əlavə variantıdır. Demək, Florida da həmçinin rütubətlidir. Somali isə yenə də şərq hissəsidə, Afrikanın şərq hissəsində belə deyək də, rütubətin az olduğu ərazilərdir, tropik iqlim qurşağında və nəticədə bu ərazilər daha çox buxarlama ilə buxarlama qabiliyyəti arasında fərq çox olandır. Yəni ən çox soyuq cəryanların təsirində burada məsələn Somali cəryanı, qərbdə isə tropik səhra iqlim qurşağı, Kaliforniyada isə Kaliforniya soyuq cəryanı təsiri ilə də bu ərazilərdə buxarlanma və buxarlanma qabiliyyəti arasında fərq böyük olan yarımadalar yaranır. Demək, burada düzgün cavab variantımız A variantı hesab edilir. Sonra 10-cu suala baxaq. Dağın ətəyində 720 metr hündürlükdə temperatur 25 dərəcə. Dağın ətəyidir. Bu 720 metr burada yerləşir və burada temperatur 25,2 dərəcə Selsidir. 25,2 dərəcə Selsi. İndi burada bizə nə deyir? Bizə deyir ki, zirvədə isə -2,4 dərəcə Selsidir. Zirvədə isə -2,4 dərəcə Selsidir, mənfidir özdə. Bunlar arasında dağın mütləq hündürlüyünü birinci tapmalıyıq, sonra nisbi hündürlüyünü tapmalıyıq. Deməli, 720 metrdə 25,2 dərəcə Selsidirsə, biz birinci bunlar arasında temperatur fərqini tapmalıyıq. Yəni 25,2-dən düşüb deməli 2,4 dərəcə. Görə bunlar arasında nə qədər temperatur fərqi var? Deməli, çıxacağıq bunlar arasında fərqi -2,4 dərəcə Selsi. İndi bunlar arasında 2,5-i, daha doğrusu 25,2-ni, 25,2-ni 2-dən çıxacağıq. Deməli, -2,4 olacaq 27,6 dərəcə bunlar arasında temperatur fərqi var. Gəlin görə bu temperatur fərqi 27,6 dərəcə temperatur fərqi neçə metrə bərabərdir? Bunu hesablayaq. Hesablayırıq. Deməli, bax biz bilirik ki, normalda 1000 metrdə bu belə deyək də termik pillədir. 1000 dərəcədə 1000 metrdə daha doğrusu 6 dərəcədirsə, 27,6 dərəcədə isə x-dir. Bunları da çarpaz şəklində vuracağıq. Yəni 27,6-nı vuracağıq 1000-ə. Sonra onu da böləcəyik. Deməli 6 dərəcəyə. Bu da eləyəcək 6 dərəcəyə böləndən sonra x də bərabər olacaq 4600-ə. 4600 metrə. Deməli, bax bu 720 metrdən zirvəyə qədər olan hissə 4600 metrlik hündürlük fərqi var imiş. Yəni biz bunu tapdıq. Bunlar arasında temperatur fərqinə əsasən hündürlük fərqini tapdıq. Deməli zirvə 4600 metrdirsə, bu da bizim nöqtədə 720 metr idi. 720 metrin üstə də 400 deməli 4600 gələcək. 4600 gələcək. 5320 metr. Deməli, zirvədə nə qədər olacaq? Yəni, bu 7600-ün üzərinə 4020 gələcək. Bundan da olacaq 5320 metr. Burada da mütləq hündürlük, burada dağın zirvəsində olan hündürlük, mütləq hündürlük 5320 metr olacaq. Bunu tapdıq. Deməli, dağın hündürlüyü, mütləq hündürlük 5320 metrdir. Və yaxşı, nisbi hündürlük nə olacaq? Bax, bu nisbi hündürlükdə hər iki nöqtə arasında hündürlük fərqidir. İki nöqtə arasında hündürlük fərqi. Elə buradan hesablayır. 5320-dən elə 720 çıxanda elə qalır 4600 metr. Deməli, burada nisbi hündürlük də, bu iki nöqtə arasında nisbi hündürlük də 4600 metrdir. Cavab C variantı. Mütləq hündürlük 5320 metr, nisbi hündürlük isə 4600 metrdir. Yəni, bu tipli məsələlərdə birinci temperatur fərqi, belə deyək, məsafə fərqinə çevirirsən, hündürlüyünü tapırsan və nəhayət sonra bunları hesablaya bilirsən. Sonra gəldik biz buradan
digər suala, 11-ci suala. 11-ci sualda nə deyir? 11-ci sualda deyir ki, dağ tundra iqlim tipinin yayıldığı ərazilər. Respublikamızda dağ tundra iqlim tipi çox az faizlə yayılıb. Əsasən yüksək dağlıq hissələri əhatə edir. Ona görə biz həmişə testlərdə də, xəritələrdə də yüksək dağlıq hissələri götürəcəyik. Dağ hündürlüyü təxminən 3500-dən 3900-dən yuxarı olan və 2700-dən yuxarı olan təbii ki, onu 3000-də, yəni Azərbaycanda olan 3000, 3500, 4000-ə yaxın olan zirvələrdə də bunlar müşahidə olunur. Ümumilikdə 2700 metrdən yuxarı olan hissələrdə əsasən müşahidə etmək olar. Burada da baxırıq, görürük, məsələn, birə baxın, bir ən hündür hissədir. Burada Başqafqaz silsiləsində yerləşir. Burada hündürlüyü demək olar 4000-dən yuxarıdır. Bu götürülür. 2-yə baxsaq, 2 burada deməli, yadınızda saxlayın ki, cənub bölgəsində, Talış dağlarında, Talış silsiləsində dağ tundra iqlim vilayəti yayılmayıb. Ona görə bu səhvdir. Sonra 3-ə baxaq. 3 Murovdağ silsiləsində yayılıb. Bu xəritə var. İqlim xəritəsinə baxsaz, buradakı dediyim hissələr həmin o dağ tundra iqlim tipinə düşdüyünü şahid ola bilərsiniz. Deməli 1, 3. Sonra burada bax, Naxçıvanda, Zəngəzur silsiləsində, deməli 3904-də Qapçıq zirvəsində bu dağ tundra iqlimində müşahidə etmək olur. Deməli 1, 3, 4 burada dağ tundra iqlimi mövcuddur. 6 da uyğun deyil. Deməli B variantı burada doğru variantdır. Sonra keçdik növbəti suala, 12-yə baxaq. 12-də nə deyir? 12-də deyir ki, yer kürəsi sxemi vəziyyətinə əsasən tropik və ekvatorial hava kütlələrinin hakim olduğu akkumulyativ düzənlikləri müəyyən edin. Akkumulyativ düzənliklər deyirsə, birinci biz bunları ovalıqlara götürməliyik. Yəni burada Dekandır, burada Anadoludur, bunlar yayladır. Bu uyğun deyil. Yəni bu 3 bizim belə deyək də heç bir cavab variantımızda uyğun olmayacaq. Çünki akkumulyativ mənşəli deyir. Bunlar deyil. Elə burada bir dənə A variantı qalır. Gəlin bir baxağın. Məsələn, tropik hava kütlələri deyir. Bura təsir eləyir. Nə vaxt? Tropik hava kütlələri ümumiyyətlə görürsünüz, burada şimal yarımkürəsidir. Burada günəş şüaları daha çox bura düşür və şimal yarımkürəsi də Kür Arazla və Mississippi ovalığı bu ərazidə yerləşir və həmin zaman burada tropik hava kütləsi ərazilərə təsir edir. Yəni belə deyək, Mississippi-dir və Kür Arazıdır, subtropikdə yerləşdiyi üçün yay ayları burada belə deyək də tropik hava kütlələri təsir edir. Ancaq ekvatorial hava kütlələri isə həmin zaman, yəni bu vaxt Orinokodur, ondan sonra Hindqangdır, yəni yay ayları, ekvatorial hava kütləsi bura gəlir və çoxlu yağıntı düşür bu ərazilərə. Deməli, nə oldu? Tropik hava kütləsinin təsir elədiyi, yəni yay gün dönümü günü, yay fəslində Mississippi, Kür Araz, belə ekvatorial isə Hindqang və Orinoko ovalıqlarına bura aiddir. Düzgün variantımız A variantı hesab olunur. 13-cü suala baxaq, diaqramlardır və burada xüsusiyyətin verib və buna uyğun deyir ki, qruplaşdırın. Deməli, baxırıq burada, məsələn, birinci diaqram A şəklindədir, bu deməli şimal yarımkürəsindədir, bu da şimaldır, bu da şimaldır. Deməli, üçü də şimal yarımkürəsində yerləşən ərazilərdir. Deməli, il boyu isti və yay rütubətli, qışı quru. İl boyu isti olur, yay rütubətli olur, qışı isə quru olur. Bu, yay rütubətli, qışı quru olan iqlim vilayəti əsasən subekvatorial iqlim vilayətinə aiddir. Burada da fikir versək, deməli, burada birinci diaqram yox, ikinci diaqrama aid olacaq, deməli, burada 3, daha doğrusu 3-cü diaqrama aid olacaq 1. Niyə? İl boyu isti, yəni isti görsün 20 dərəcədən çoxdur, subekvatorial iqlim qurşağına aid olan xüsusiyyətdir. Yay rütubətlidir, qışı quraqdır. Ona görə bu olacaq 3-ə 1 olacaq. Sonra hansı şəhərlər ola bilər? Məsələn, Dakar şəhəri bura aid ola bilər. Sonra Madrid olmaz. Bu Madrid qışın rütubətlidir. Sonra burada Şanxay şəhəri əsasən bu musson iqlim vilayətinə aiddir. Burada bu yəni subekvatorial əraziyə düşmür. Sonra Afina bura aid ola bilməz. Hanoy bura aid ola bilər. Bəli. 1-ə, deməli 3-ə 1 və A-dan D aiddir. A-dan D aiddir. Yəni bu xüsusiyyətlərə aid olan şəhərlərdir. Sonra
Sonra bax, ikinci xüsusiyyət, yay isti, quru, qışı isə mülayim və rütubətli. Burada isə qışı və mülayim rütubətli deyəndə, qışı yağıntılı olan ərazilər əsasən Aralıq dəniz iqlim vilayətinin, subtropikin Aralıq dəniz iqlim vilayətinə aiddir. Bu da birinci diaqrama uyğundur xüsusiyyət, yəni bura 2 bura aiddir və hansı ərazilər olar? Dediyi qışı rütubətli olan Madrid B, bir də ki Afina E. Bunlar həmin Aralıq dəniz sahilində yerləşir və BE bura daxildir. Deməli 1-ə 2 BE, sonra 3-ə 1 AD, 2 də qaldı. 2 isə bayaqlar dedik ki, yay isti və rütubətlidir, qış isə mülayim qurudur və temperatur yəni mənfiyə doğru, yəni 0 dərəcəyə qədər düşə bilir. Bu əsasən mussondur. Musson iqlim vilayətidir. Burada Mussona da aid olan Şanxay şəhəri olacaq. Burada C aid olacaq. Yəni yay isti, rütubətli, qış isə mülayim və quru. Deməli cavab oldu. Hansı variant oldu? Deməli 1-ə 2 BE, BE burada deməli elə bir dənə variant budur. BE 2-ə 3 deməli aid oldu. Sonra C aid oldu Şanxay. 2-ə də 1 AD. Burada düzgün cavab variantımız A variantı hesab olunur. Diaqramlara əsasən yəni bunları müəyyən etmək olur. Sonra 14-cü suala nəzər salaq. 14-cü sualda deyir ki, Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. A-dan B-yə, C-dən D-yə. A-dan B-yə, C-dən D-yə. C-dən D-yə də budur. C-dən D-yə. Deyir, bunların oxşar xüsusiyyəti, bir də fərqli xüsusiyyətlərini tapıb yazmalıyıq biz. Bir qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi. Yəni, qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi C-dən D-yə var. Bəli, hamar sahələrdədir, yəni düzən sahələrdədir. Burada 1-1-ə aid ola bilər, 1-1-ə götürə bilərik. Sonra 2 necə olacaq? 2-yə baxaq, 14-ə baxaq, 14-də 2-yə baxaq. Deməli, burada deyir ki, qışı quraq keçən mülayim isti iqlim. Qışı quraq keçən mülayim isti iqlim, biz deyirik Qanı Xəri çayda daha çox burada üstünlüyü təşkil edir və bu ərazidə yayılıb. Qışı quraq keçən mülayim isti iqlim tipi və bununla yanaşı burada da, yəni Kiçik Qafqazın belə deyək, alçaq dağlıq hissələrində də qışı mülayim keçən, qışı quraq keçən daha doğrusu mülayim isti iqlim var. Deməli burada da var, burada da var. Deməli ikisinə də uyğundur, yəni eynidir. İkisinə də aiddir. 3-ə aiddir 2. Sonra gəldik biz buradan 3-cü sual. Dağ tundra iqlim vilayəti. Dağ tundra iqlim vilayəti A-dan B-yə 100% var. A-dan B-yə 100% var. C-dən D-yə də burada Murovdağ silsiləsində də bayaqlar qeyd elədik var. Deməli bu dağ tundra iqlim vilayəti A-dan B-yə də istiqamətə hərəkət etsən görəcəksən, C-dən D-yə də istiqamətə hərəkət etsən görəcəksən. Bu da doğrudur. Deməli 2-yə də 2 3. Yəni burada 3-ə də 2 3. Sonra 4-cüyə baxsaq, yağıntıları bərabər paylanan mülayim isti iqlim. Yağıntıları bərabər paylanan mülayim isti iqlim Böyük Qafqaz dağlarının cənubi ətəklərində, yamaclarında yəni var. Yağıntıları bərabər mülayim isti, il boyu bol yağıntılı olan rütubətli soyuq iqlim tipi bu ərazilərdə var. Yəni bax burada fikir versəz, elə burada ard-arda yağıntıları bərabər, ondan sonra ondan hündürdə bütün fəsillər bol yağıntılı olan soyuq iqlim tipi burada, yəni 2-də 4, 5-də elə ikisi də bura aiddir. Qışı quraq keçən soyuq iqlim. Qışı quraq keçən soyuq iqlim tipi də burada müşahidə olunur. Yəni C-dən D-yə, C-dən D istiqamətinə gedəndə biz müşahidə edə bilərik. Qışı quraq keçən soyuq iqlim tipi bu belə deyək, Kiçik Qafqazın hündür dağlıq hissələrini əhatə edir. Deməli burada da 6. 1-ə 1 6, 2-yə 4 5, 3-ə isə 2 3. Burada belə bir variant varmı? Deməli bunlar getdi. 1 5 var, 4 6 var, 2 4 var, 1 6 var. E variantı. 1-ə deməli 1 6, 2-yə 4 5, 3-ə isə 2 3. Burada düzgün cavab variantı E variantı. Sonra növbəti suala biz keçid edək. Növbəti sualı baxaq. Sualda deyir ki, xəritə sxemi əsasən yağıntıların illik miqdarının belə bu formada verib, illik miqdarının uyğunluğu müəyyən edin. Yəni yağıntı hansı hissələrdə çoxdur, hansı hissələrdə belə deyək, azdır və nə qədər, miqdarı nə qədər təxminən biz bunu təxmin etməliyik. Burada məsələ 1-ə
Birdə görürsünüzmü, yağıntılar 2000-3000 millimetr arasındadır. Bu daha çox ekvatorial ərazilərə xas olandır. Yəni yağıntı il boyu çoxdur. Yəni miqdarı daha çoxdur. Burada deməli 2-5 aid olacaq 1-ə. 2 ilə 5 ilə 1-ə götürə bilərik. Sonra gəldik burdan deməli, buradan gəldi 2-5-dən sonra 500 1000 millimetr arası. 500-1000 millimetr arası əsasən fikir versək 9 millimetr mülayim dəniz və yaxud da mülayim dəniz iqlim vilayətinə aid olan xüsusiyyətlərdir. Burada məsələn, burada 3-ü görürəm. Avropanın qərb hissəsi və Amerikanın, Şimali Amerikanın şərq hissəsində 1-3 məsələn elə 500 1000 millimetr arası dəyişər. 1-3 sonra 100-250 bu isə daha çox səhra, quraq iqlim şəraitinə malik olan əraziləri götürə bilərik. Burada 4 var, bir də 6 var. Bunları da 4 altında buna götürə bilərik. Deməli 1-ə oldu 2, 5. 2-yə oldu 1, 3. Deməli 1-ə oldu 2, 5. Sonra bunlar getdi, bu getdi, bu getdi. 2-yə oldu 1, 3. Sonra 3-ə isə 2, daha doğrusu 4, 6. Bu da düzgün cavab variantımız C variantıdır. C variantıdır. Sonra 16-cı test tapşırığının izahına keçək. 16-cı test tapşırığında deyir ki, kontinentallığın artmasına görə şəhərləri doğru ardıcıllıqla müəyyən edin. Əsasən kontinentalın artmasına görə qərbdən şərqə doğru getdikcə, mərkəzə doğru getdikcə kontinentallıq artacaq. Buna görə biz buranı əsasən bu xüsusiyyətə görə düzməliyik. Məsələn, Oslo şəhəri daha qərbdədir. Burada rütubətlidir. Praqa şəhəri ondan biraz şərqdədir. Yəni buradan 1-dən 3-ə gedə bilərik, belə götürə bilərik. Sonra ondan sonra gəlir burada Ufa şəhəri. Ufa şəhəri də paytaxt şəhərdir. Bunu da deməli götürə bilərik. Sonra isə Ulan-Bator artıq gəlir Monqolistan daha şərqə gedəndə, yəni mərkəzi hissələrə getdikcə belə deyək də kontinentallıq artacaq. Deməli 1 Oslo, 3 Praqa, 4 Ufa, 2 isə Ulan-Bator. Burada düzgün cavab variantımız elə olacaq A variantı. 17-ci suala diqqətlə nəzər salaq. 17-ci sualda deyir ki, Azərbaycan ərazisində daxil olan hava kütlələrinə yaratdığı hava şəraitinə görə doğru sıraları müəyyən edin. Bax, dəniz belə deyək, arktik hava kütləsi var. Dəniz arktik hava kütləsi əsasən daxil olan zaman ümumiyyətlə Şimal Buzlu okeanın donmayan dənizləri üzərindən gəlir. Bu temperaturu gəldiyi zaman əsasən temperaturu azaldır. Bu şairlər daxil olan zaman temperaturu azaldır və yağıntını artırır. Bu doğru fikirdir. Bax, bu doğru fikirdir. Bu düzdür. Deməli, ikinciyə baxaq. Kontinental arktik temperaturu artırır, yağıntını artırır. Xeyr, temperaturu azaldır, yağıntını da azaldır. Deməli, bu səhvdir. Yəni, temperatur donan dəniz üzərindən gəlir arktik iqlim qurşağının. 3-ə baxaq, mülayim dəniz. Mülayim dəniz, bəli, gəldi. Əsasən temperaturu, belə deyək, azaldır, yağıntını artırır. Bu doğrudur, mülayim dəniz. Sonra, mülayim kontinental daxil olan zaman temperaturu deməli artırmır, yağıntını artırmır. Ümumiyyətlə, burada temperaturu azaldır burada, yağıntını da belə deyil, müəyyən qədər yağıntı yağır. Ancaq burada temperaturu artırmır, azaldır. Yəni, bu səhvdir. 2-4 səhvdir. Deməli, cənub siklonları temperaturu azaldır, bəli, daxil olur və yağıntını artırır. Aralıq dəniz Azov maksimumundan gələn bu hava kütləsi temperaturu azaldır, yağıntını isə artırır. Bu da doğrudur, elə 1-3-5 uyğundur. Burada tropik temperaturu artırır, yağıntını artırmır. Yağıntını azaldır, biraz da quru olur. Bu da səhvdir. 1-3-5 A variantı. 18. Eyni iqlim qurşağında yerləşən ölkələri müəyyən edin. 18-də deyir ki, eyni iqlim qurşağında yerləşən ölkələri müəyyən edin. Rusiya, Almaniya, Portuqaliya. Məsələn, burada subtropik aralıq dəniz iqlim tipi var, qurşağı var. Burada Almaniyada bu mülayimdir, deməli, bu səhvdir. Brunei, Myanmar, Qabon, bunlar da Qabon ekvatorialdır. Myanmar, məsələn, subekvatorialdır, bu da səhvdir. Polşa, mülayim. Kanada, mülayimi də var, subaktiki də var, Nikaragua. Bunlar da əsasən olacaq, Nikaragua olacaq, deməli, tropikin
tropikin dəniz iqlim vilayətində. Yəni bunlar fərqlidir. Mülayim tropik, buna görə bu fərqlidir. Sonra növbəti hissəyə baxaq. Demək Kamboca subekvatorial, Kenya şimal-şərqdə subekvatorial, Panama bu da subekvatorial iqlim qurşağında yerləşəcəkdir. Deməli bu deməli üçü də eyni iqlim qurşağında yerləşir. Avstraliya tropik var, subekvatorial, Finlandiya mülayimdir, İspaniya subtropikdir. Yəni bunlar fərqlidir. Bunlar aid deyil. Düzgün cavab variantımız D variantıdır. 19-cu bəndə müəyyən edək. Görək doğru bənd nədir 19-da? Azərbaycan ərazisinin çox hissəsi deməli mülayim dəniz iqlim tipində formalaşıb. Xeyr, mülayim dəniz iqlim tipi yoxdur Azərbaycanda. Subtropik, bir də mülayim var. Mülayim kontinental və subtropikin əlaqə dəniz iqlimidir. Bu yəni səhv fikirdir. Sonra 2-yə baxaq. Doğru bəndi bizdən istəyir. Bax, doğru bəndi. Subtropik iqlim qurşağının daxili rayonlarında yay isti, quru, qışı isə soyuq keçir. Subtropik iqlim qurşağının daxili rayonlarında, yəni içəri doğru getdikcə, kontinental olduqca yay isti, quru, qışı soyuq keçir. Bəli, bu düz doğru variantdır. Digərlərə də baxaq. Materiklərin şərq sahillərində passatların təsiri ilə quraq iqlim yox, rütubətli iqlim şəraiti. Bu da səhvdir. Cənubi yarımkürəsində şimala nisbətən iqlim tiplərinin sayı çoxdur. Cənubi yarımkürəsində şimala nisbətən iqlim tipləri şimalda çoxdur, cənubda yox. Cənubda məsələn mülayim dəniz iqlim tipi var. Ancaq şimalda bir neçə iqlim tipi var. Bu da səhvdir. Yağıntıların miqdarı ekvatordan qütblərə doğru qədər artır. Xeyr, qütblərdən ekvatora doğru getdikcə artır. Bu da səhvdir. Bu da düzgün cavab variantımız elə B variantıdır. 20-ci suala baxaq. Xəritə sxemdə deyir ki, buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu ərazilər. Bunlar əsasən olduğu fərqlərdir. Bunun hansı səbəbi baş verir və bunun səbəbi nədir? Bax, biz onu tapmalıyıq 20-də. Bax, fikir verin, burada məsələn Abşeron var. Burada məsələn quraq iqlim şəraitidir, yağıntıların miqdarı azdır. Sonra burada qeyd edə bilərik, məsələn Lənkərandır, rütubətlidir, yəni burada olmaz. Qanıxəri çaydır, yenə deyirəm, rütubətlidir. Burada buxarlanma qabiliyyəti arasında fərq azdır. Burada ümumiyyətlə dağlıq ərazidir. Ümumiyyətlə burada da rütubətlilik, buxarlanma arasında fərq azdır. Ancaq birdir, Ceyran çöldür, quraq iqlimdir, artendasiyon iqlim şəraitinə malikdir. Relyef xüsusiyyətlərinə də malikdir. Deməli burada 1, 3, bir də 5 götürəcəyik. 5 də gənincə hərəm aşağı belə deyək, araz boyu düzənliklərdir. Burada da buxarlanma qabiliyyəti arasında fərq böyükdür. Çünki yarımsəhra quru çöl iqlim tipi ilə vardır bu ərazilərdə. Demək, burada elə A variantı doğrudur. 1-3-5 illik yağıntının miqdarı azdır. Buna səbəbdir ki, çünki buxarlanma qabiliyyəti çoxdur, ancaq buxarlanma, yağıntı azdır. Bunun səbəbi budur. Digər suala keçək. Sxemə əsasən sutkalıq temperatur amplitudunun ən kiçik olduğu məntəqəni müəyyən edin. Ən kiçik. Yəni sutkalıq temperatur amplitudunun ən kiçik olduğu ərazilər, elə biz buradan da hamıya bəllidir ki, bu ekvatorial boy ərazilər olacaq. İsti də olsa, lakin burada yəni amplitud, temperatur arasında fərqlər çox olmur. Çünki rütubətli olur, buludlu olur, yağıntılı olur. Ona görə elə 3-7 doğru variantdır. Və burada da A variantı bizim düzgün cavabımız hesab olunacaqdır. Sonra 22. Deyir, kəsmə yüksəkliyi 1000 metr olarsa, atmosfer təzyiqlə doğru göstərildiyi məntəqəni müəyyən edin. Birinci məntəqədə bu 0 metrdir, 760-dır bura, təbii ki. Bu birinci məntəqə harada? 1, 2, 3. Görürsünüz, 3 aralıq var, 3000 metr deməkdir. 3000 metrdə də atmosfer təzyiqi 300 tapacaq. Necə tapdıq? 3000 metrdə x-dirsə, 10 metrdə 1 millimetr civestondur. Bu avtomat 3000-i 10-a böləndə 300 edir. Deməli 760-dan da 300 çıxanda burada qalır. Deməli 460. Deməli bu bir səhvdir. 2-yə baxaq. Burada 1000 metr fərq var. Yəni 100 millimetr fərqdir. 660 eləməlidir. Bu da bura 660 eləməlidir. Ancaq bura səhvdir. C-yə baxaq. 3-cü məntəqə 1, 2, 3, 4. Bu da eləyəcək 4400. 400-dürsə 760 millimetrdən 400 millimetr
fərqlə yuxarıda olacaq 360 millimetr fərq. Bu doğrudur. Bəli, 3-cü məntəqənin atmosfer təzyiqi düzgün göstərilib. Bunu da tənasüb quraraq belə deyək, tapa bilərsiniz. Barik pilləyə əsasən, yəni hər 10 metrdə 1 millimetr Cveston aşağı düşməklə bunu hesablaya bilərsiniz. Deyir ki, 20 dərəcəli temperaturda havanın nisbi hündürlüyü 30%-dən 40%-ə çatarsa, mütləq rütubətlilik nə qədər artar? 20 dərəcədə 17 qramdır. Deməli, 20 dərəcə temperatur 17 qram 100%-dir. Burada 30%-dən 40%-ə çatarsa, mütləq rütubətlilik nə qədər olub? Yəni, burada fikir verin, əvvəl 30% olub, sonra 40% olub. Burada 10%-lıq bir artımdan söhbət gedir. Yəni, indi bunu hesablayan zaman biz elə bunu belə qeyd edərik də, birinci 10%-in 17-nin içində nə qədər olduğunu taparıq. Yəni, 17 budursa 10% budur. Bu da deməli, x olacaq. Bunu buna vuracaq. Onu buna böləcəyik. Olacaq 1,7. Deməli, 1,7-lik burada artım var. Yəni, 30%-dən 40%-ə artıb da. 30-dan 40% artıbsa, deməli, bu 10%-lıq artımdır uşaqlar. Bu 10%-lıq artımı da biz 17-nin içərisində görək bu nə qədər edir bu 10%-lıq artım. Bunu ona görə tənasüb qurduq. 17-də oldu 100, 10%-də oldu x. O da elədir 1,7. Deməli, artan mütləq rütubətlilik 10% artması 1,7 qram suyun artmasına gətirib çıxardıb. Bu da oldu 1,7 qram. Düzgün cavab 1,7 qram. Kiçik Asiya və Hindistan yarımadalarının iqliminə aid olan xüsusiyyətləri müəyyən. Kiçik Asiya və Hindistan. Biri subtropik, qışı yağıntılı, biri subekvatorial, yayı yağıntılı. Ümumi xüsusiyyətləri bizə deyir, seçin. Deməli, birə baxaq. Tropik hava kütlənin təsirinə məruz qalır. Bəli, Kiçik Asiya, yəni subtropik qalır yayda. Subekvatorial isə qışda məruz qalır. Bu doğrudur. Yağıntılı dövr iyul, avqust ayıdır. Xeyr. Hindistanda ola bilər. Ancaq Kiçik Asiyada qışdadır. Çünki qışı rütubətlidir. Bu səhvdir. Keçid iqlim qurşaqlarında yerləşir. Bəli, ikisi də keçiddir. Biri subekvatorial, biri subtropik. Sonra gəldik biz buradan pambıq becərilməsi üçün əlverişli şərait var. Bəli, Türkiyədə də əlverişli şərait var. Hindistanda da pambıq becərilməsi üçün əlverişli şərait var. Bu da doğrudur. Yayda tropik hava kütlələri daxil olur. Deməli, Hindistana yayda tropik hava kütləsi, daha doğrusu qışda tropik hava kütləsi təsir edir. Ancaq Kiçik Asiyada, Türkiyədə isə yayda təsir edir. Ona görə bu müxtəlifdir. Musson küləyi təsirin altındadır, Hindistan təsirdədir. Təsir altındadır, ancaq Kiçik Asiya xeyr. Deməli, burada düzgün cavab variantımız 1, 3, 4. 25-ci suala baxaq. Doğru ifadələri müəyyən edin. 25-ci sualda. İqlim qurşaqlarının formalaşması coğrafi enliklərdən asılıdır. Bəli, əsas belə deyək, təsir edən amillərdən biri coğrafi enlikdir. Bu doğrudur. Quruda geniş ərazidə tutan iqlim qurşaqlarının daxilində kəskin fərqlər vardır. Quruda ümumiyyətlə, bəli, geniş ərazi, məsələn, belə mülayimin özünü götürək. O iqlim tiplərində müxtəlif iqlim tipləri formalaşır bu iqlim qurşaqlarında və bunlar arasında kəskin fərq olur. Məsələn, qərbi rütubətli olur, şərqi, mərkəzi isə daha kontinental, daha quraq olur. Deməli, bu da doğrudur. Sonra növbəti biz suala baxaq. Sonra deyir ki, Sakit Okeanın qərb sahillərində yay quraq, qışı rütubətli keçir. Sakit Okeanın qərb sahilləri yayı quraq, yox, əslində yayı rütubətli, qışı quraq keçir. Çünki mussonlar təsir edir. Ona görə bu səhv fikirdir. Arid iqlim amaliki ərazilərdə səhra və yarım səhralar yayılmışdır. Bəli, arid iqlim zonalarında fikir versəz, səhra və yarım səhralar üstünlük təşkil edir. Deməli, 1, 2, 4. Avrasiyanın mülayim iqlim qurşağının daxilində 3 iqlim vilayəti formalaşmışdır. Avrasiyada yox. Burada 4 iqlim vilayəti var. Deməli, qərbində mülayim dəniz, biraz şərq isə mülayim kontinental, mərkəzi kəskin kontinental, şərq isə musson. Bu da səhvdir, bu da səhvdir. Deməli, burada düzgün cavab variantı 1, 2, 4. Sonra 26-cı test tapşırığına baxaq. Burada deyir, fiziki coğrafi rayonlardır. Bunların hansı doğrudur? Yəni, bunlarda hansı düzgün variantlardır? Bunları seçəcəyik.
Deməli, Zaqatala Lahaç iqlim tipi bütün fəsilləri bol yağıntılı, soyuq. Bəli, var Zaqatala Lahaçda. Tektonik zona Böyük Qafqaz tektonik zonası. Bəli, doğrudur. Bir doğrudur. 2-yə baxaq. Günnüt Qapçıq, yay quraq keçən soyuq iqlim, Orta Araz əyilmə. Orta Araz əyilmə zonasında yox. Orada yerləşmir. Kiçik Qafqaz tektonik qalxmasında yerləşir Günnüt Qapçıq. Bu səhvdir. Talış dağları, yay quraq keçən mülayim isti. Doğru. Kiçik Qafqaz tektonik qalxması bu da doğru. Yəni yay quraq keçən mülayim isti iqlimdir. Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Sonra 4-cü suala biz nəzər yetirək. Qanıq Əyriçay, qışı mülayim keçən yarımçı səhra, quru çöl yox. Qışı dedik ki, quraq keçən mülayim istidir. Bu səhvdir. Ona görə bu sualı səhv götürürük. Qobustan Abşeron, qışı soyuq keçən yarım səhra, qışı soyuq keçən Naxçıvandadır. Qobustan Abşeronda deyil. Bu da səhvdir. Qarabağ, yay quraq keçən mülayim isti. Bəli, yay quraq keçən. Bir də Kiçik Qafqaz qalxması. Deməli 1, 3, bir də 6. Burada doğru variant hesab olunur. 27-yə baxaq. Sonra digər 3 situasiya testləri olacaq. Deməli, deyir ki, il boyu rütubətli olan ərazilər, yenə dedik, ekvatorial ərazilər olduğu üçün, burada biz il boyu rütubətli həm ekvatorial, həm də ki, mülayimin dəniz iqlim tipləri daha çox üstünlük təşkil eləyir. Bunlar il boyu rütubətli olur. Yağıntıları bərabər elə bir şey, il boyu paylanılır. Deməli, bax, burada birə A-nı götürə bilərik, bir də burada D-ni götürə bilərik. Bu iqlim xüsusiyyətinə aid. Dekabr, fevral ayları rütubətli olan, bax, B-ni götürə bilərik burada. Ondan burada subekvatorialın cənub yarımkürəsində bizim qışımızda onlar rütubətli olur. E-ni götürə bilərik. İyun, avqust ayları isə, yəni yay ayları rütubətli olan isə, burada isə tək C-ni götürəcəyik. Çünki burada bu Hindçin yarımadası subekvatorial və muson iqlim hava küləklərindən təsir məruz qalır və nəticədə burada rütubətli hava şəraiti hökm sürür. Deməli, burada oldu 1-ə A, 2-yə B, 3-ə C. Sonra deyir ki, sizə təqdim olunan situasiyalara diqqətlə oxuyun və burada verilmiş məlumatları istifadə edərək bunları tamamlayın. Verilmiş iqlim diaqramları 3 işıqlanma qurşağında yerləşən materikin deməli, qərbin və şərqində yerləşən adalara aiddir. Bu iqlim diaqramları eyni iqlim qurşağında yerləşsə də, il ərzində temperatur və yağıntına görə bir-birindən fərqlənir. Bu iqlim tipi formalaşmasında küləklərin rolu da böyükdür. Bax, bu bizdən verilən mətindir və bu mətinə əsasən biz deməli, cavabları tapmalıyıq. İndi burada nə deyir? O diaqram verib, şimal yarımkürəsidir. Burada yayı deməli rütubətli. Burada demək olar ki, il boyu yağıntıları bərabər paylanandır. Bu dəniz iqlim vilayətinə uyğun gəlir. Bu isə belə deyək də muson iqlim vilayətinə uyğun gəlir. İndi gəlin suallara baxaq. Deyir, bu iqlim aid olduğu adaları yerləşdi. Okean və iqlim qurşaqları müəyyən edib. İndi burada dəniz iqlim vilayətinə deyirsə, bu Böyük Britaniya, İrlandiya bu adalardır. Bu Atlantik okeana aid olacaq. Atlantik okean. Bəs bu isə muson isə şərqi isə Yapon, yəni sakit okeana aid olan okean olacaq. Sakit və iqlim qurşağı da, yəni dənizdə musonu varsa, bu mülayim olacaq. Mülayim. Niyə görə tapdıq? Çünki orada mətndə də deyir ki, 3 işıqlanma qurşağında yerləşir. Qərbi də birinci diaqram, şərqi də isə ikinci diaqrama uyğundur. Birinə baxırsan, görürsən burada dəniz iqlim tipi təqribən 930 mm yağıntı dənizdir. Şərqində isə musondur. Bu da yayı rütubətlidir. Yəni diaqramı əsasən tapmaq mümkündür. 29-a baxsaq, 29-da deyir, iqlim diaqramı uyğun gəldiyi adalar. Bax, indi biz bunu bayaqları dedik ya. Məsələn, qərbində Böyük Britaniya idi dedik. Böyük Britaniya, iqlim diaqramı, birinci iqlim diaqramı Böyük Britaniya. Deməli, sonra bura təsir edən külək nə olacaq? Böyük Britaniyaya təsir edən külək qərb küləkləridir. Yadımızda saxlayaq. Qərb küləkləri Böyük Britaniyaya. İkinci olacaq. İkinci diaqramda isə dedik ki, biz burada əsasən Yaponiyanı dedik. Yaponiya
Bəs bura hansı hava kütləsi təsir edəcək? Musson. Burada da musson iqlimin diaqramını vermişdi. Burada mən sizə dedim, dərəcədən aşağı bu musson iqlim vilayətinə aiddir. Sonra 30-cu suala baxaq. Deyir, iqlim diaqramı aid olan ərazilərə uyğun gələn torpaq, landşaft və təsərrüfat əhəmiyyəti haqqında məlumat yazın. İndi biz burada birinci iqlim diaqramı dedik, mülayim dənizdir. Mülayim dəniz iqlim vilayətində əsasən il boyu rütubətli olduğu üçün burada əsasən qonur və qəhvəyi torpaqlar üstünlük təşkil edəcək. Qonur, bir də qəhvəyi torpaqlar. Və landşaftı nə olacaq birinci iqlim? Landşaftı da enli yarpaqlı meşə landşaftına uyğun olacaq. Təsərrüfatında nə olacaq? Məsələn, əkinçilik, taxılçılıq, məsələn, iqlim vilayəti, heyvandarlıq. Bax, bu təsərrüfat sahələri üstünlük təşkil edəcək. Bəs ikinci diaqram mussonda necə olacaq? Mussonun da torpaq tipi qəhvəyidir, qəhvəyi torpaqlar. Və musson iqlim tipini də əsasən landşaftı dəyişkən rütubətlidir. Bəs təsərrüfat əhəmiyyəti nə olacaq? Burada təbii ki, bizə məlumdur çayçılıq, ondan sonra çəltikçilik, sonra burada biz tərəvətçilik sahəsinin də təsərrüfat sahəsində inkişafını görəcəyik. Tərəvətçilik. Bax, bunlar aiddir.